Nərimanov rayonunda onlarla sakin yaşadıkları binada illərdir həll olunmayan problemlərdən şikayətçidirlər. 2019-cu ildə istismara verilmiş çoxmənzilli binanın sakinləri tiklinin onlara təhvil verilməməsi və idarəçiliklə bağlı nöqsanlara görə MMC rəhbərliyindən narazılıq edərək şikayətlərini qaynar xəttimizə bildiriblər. Bəs bina həqiqətən saxta sənədlərlə mi istismara qəbul olunub? İddiaları əməkdaşımız Rəşad Vəkiloğlu araşdırıb. Uşaqlarımız bərbad bir vəziyyətdə oynayır. Tamamilə saxta sənədlərlə MMC yaradılıb. Bir neçə qurumlara şikayət eləmişik, hətta prokuraturaya şikayət eləmişik. 2 gündür məlum olub ki, mən bura təhdidçiyəm, nə bilim nəyəm. İşim gücüm qutarmışdı mənim, gəlib təhdidçi olum. Qol da saxtadır, mənim qolum deyil, bu qol mənim də deyil. Paytaxt sakini Güləhməd Süleymanovun xəbəri olmadan onu yaşadığı binada saxta imzalarla MMC rəhbəri təyin ediblər. Hazırda o bütün bina sakinləri ilə birlikdə MTQ rəhbərindən şikayətçidir. Saxta imzaların hamısı bizim əlimizdə var. Fikir verin, elə bir nömrəli mənzil. Bu mənə məxsus mənzildir. Mənim Vəliyev Novruz Valihoğlu, burada tamamilə başqa xanımın adı yazılıb, imzası. 6 ildir yaşadıkları binada problemlər bitib tükənməyi bilmir. Nərimanov rayonu Mövsüm Sənani küçəsi 125-127 ünvanında yerləşən binanın sakinləri iddia edirlər ki, Pilot Holding MMC-nin rəhbəri binada ciddi çatışmazlıqlar olmasına baxmayaraq sənədləri saxtalaşdırmaqla bina istismar aktı almağa nail olub. Binamız təhlükədədir. Hal-hazırda gördüyümüz bu generatordur. Bu da sakinlər üçün təhlükədədir. Yəni yanında da maşınlar görürsünüz də, İraq-İraq. Burada bir pajar olsa, bununla bağlı bir tədbir yoxdur. Binanın yanğın təhlükəsizlik tədbirləri görülməyib. Yanğın siqnalizasiya xəttləri yox, səslə xəbər verici siren yox, əllə xəbər verici siren yox, mərkəzləşdirilmiş panel yox. Şikayətçilər binanın MTQ tərəfindən deyil, özlərinin yaratmaq istədikləri müştərək cəmiyyət tərəfindən idarə olunmasına da nail ola bilmirlər. Arxamda obyekt var, gözəllik salonunda. Onun işıq pulunu bizim hesabımıza ödənib. Aşağıda moyka var, zirzəmidə. Həmin moykanın işıq pulunu biz ödəmişik, bizim hesabımıza ödənib. Bu MMC-nin yaradılmasında heç bir imza atmamışam. Halbuki hər bir burada yaşayan sakinin imzası toplanılmalıdır. Onların sözlərinə görə MMC-nin rəhbəri nə binanı sakinlərə təhvil verir, nə də onların tələblərini yerinə yetirir. Holding MMC-nin rəhbəri bina istismara təhvil verilməsinə baxmayaraq niyə görə binanı sakinlərə vermək istəmir? Səbəb nədir? Özləri MMC yaradıb binanı idarə eləmək üçün. Rəsmi olaraq amil müəllim. Çünki rəsmiyyət bugünkü gündə rəsmi qanunumuz qarşısında amil müəllim tərəfindən idarə olunur. MMC-nin də ləğv olunması məhkəmə qaydasında olur. Sakinlərin iddiasına görə həm bu binanın idarə edilməsində, həm də infrastrukturunda bir sıra ciddi problemlər var. Eyni zamanda binanı elektrik enerjisi ilə təmin edən generatorun üzərində gözəllik salonunun istifadəyə verilməsi də hazırda elə bina sakinləri üçün təhlükə mənbəyidir. Dizel generator hansı ki binanı ikinci enerji mənbəyidir ki, işıqlar sönəndə bizim avarinlə çıxışlarımızı, liftlərimizi idarə eləsin. Açıq-aşkarda heç bir mühafizəsi olmadan uşaqların oyun meydançasında və yarımstansiyanın üzərində kommersiya obyekti. Hələ bu günə qədər belə bir şeylə biz rastlaşmamışıq. Qanuni cəhətdən bəli, lazım olursa biz aidiyyatlı qurumlardan icazə alıb istədiyimiz təyinat üzrə də işlədə bilərik. İcazəniz var bundan bağlı? Var. Göstərə bilərsiniz? Mən sizə göstərə bilmərəm ki. İstismara bir neçə il əvvəl təhvil verilmiş binada mövcud olan çatışmazlıqlar bununla da bitmir. MMC rəhbəri Amil Təhməzov 2 bloklu 18 mərtəbəli binada heç bir əsas göstərilmədən liftlərdən birinin fəaliyyətini də dayandırıb. Dayandırıb. İndi mən 5-də qalıram. İndi 18-də qalxan necə qalxacaq piyada? Yəni sıxlıq yaranır. Heç kim doğru düzgün istifadə eləmir liftdən. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, sözgedən binaya 2019-cu ildə istismar aktı verilib. Qüvvədə olan müvafiq qanunvericiliyin tələblərinə əsasən yaşayış binası istismara verildikdən sonra onun ümumi əmlakından istifadə, təmir və ona nəzarət, sahə mülkiyyətçilərinin könüllü birliyi olan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən həyata keçirilməlidir. Həmin binada Nazirliyin Dövlət Yanğın Nəzarət Xidmətinin əməkdaşları tərəfindən 27 may 2025-ci il tarixində yoxlama keçirilib. Yoxlama zamanı binaya bitişik gözəllik salonunun birinci mərtəbəsində elektrik transformatorunun, yaşayış binasının zirzəmisində isə elektrik generatorunun yerləşdiyi müəyyən edilib. Aparılmış yanğın texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmalarına yol verilməsi ilə bağlı obyekt rəhbərliyi barəsində inzibati qaydada protokol tərtib edilib. Hətta MMC rəhbəri yaşayış binasında yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün aidiyyəti qurum tərəfindən cərimələnməsinə baxmayaraq, bu istiqamətdə hər hansısa bir təhlükəsizlik tədbiri görməyib. Tikinti şirkətləri daha çox 2 halda binaları əllərində saxlamaq istəyirlər. Bir halda həmin binada
xidmət sahəsi geniş olur və əlavə gəlir mənbəyi olur. Digər tərəfdən isə bəzi binalarda sakinlər tərəfindən idarəetmə uğursuz aparıldığına görə şirkətlər, xüsusən də brend şirkətlər öz brendlərini qoruyub saxlamaq üçün idarəetməni özləri tərəfindən aparılmasını uyğun bilirlər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə mövzu ilə bağlı mövqe öyrənə bilmədi. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Nadir Zəllov, Space xəbər.